Bugün 4 aprel 2026-cı il Masallı rayonunun Əkvan qəsəbəsində yerləşən Əkvan Transport Beynəlxalq Yük Daşıma Şirkəti ərazisində növbəti dəfə taxografın təlimi ilə sürücü qardaşlarımız bizlərə üz tutub. Mən hamınızı salamlayıram. Çox məmnunam ki, çox iftixar duyuram ki, yenə də sürücü qardaşlarımla o ağrı, acıları bizlə bərabər yaşamış insanlarla bir aradayıq. Taxografın təlimi, taxografın mahiyyəti beynəlxalq yük daşıma sahəsində çox önəmli bir yer tutan bir sənəddir ki, buna fakt olaraq taxografın təlimi ilə nəqliyyat vasitələrinin idarə olunması hadisələrdən sığortalanmaq, hadisələrdən uzaq qalmaq, salamat gedib, salamat gəlmək deməkdir. Belə ki, bax, dünənləri bir də nəqliyyat vasitəmiz saat 3-də Rusiyadan gələrkən gömrüyü keçdi. Taxograf qaydalarına uymayaraq, yatmayıb, yorğun halda nəqliyyat vasitəsini idarə etdi. Bakıya az qalmış hadisə edib, şükürlər ölüm itimi olmadı. Nəqliyyat vasitəsi və mala yüksək səviyyədə ziyan dəydi. Və dövlətimiz tərəfindən taxografın təlimləri yüksək səviyyədə həyata keçirilir və bölgə insanlarının əziyyət çəkərək şəhərə üst tutmamasından qarşısını alaraq bölgələrdə bu təhsilin keçirilməsi həyata keçirilmişdir. Bu gün də növbəti dəfə Əkvanda, Masallı rayonunda taxografın təliminə başlanacaq və müəllimlərimiz Bakıdan ezam olunub. Taxografın təlimi bundan sonra mütəmadi olaraq Masallı rayonunun Əkvan qəsəbəsində yerləşən Əkvan Transport Beynəlxalq Yük Daşıma Şirkəti arasında davamlı olaraq həyata keçirilir. Gördüyünüz bu məkan təmənnasız olaraq bu sahənin inkişafına töhfə vermək üçün və sürücülər gəlib burada qalmaq imkanına qədər bugünkü gün o şərait yaradıb. Aşağı yuxarı dönləri baxdım. 6-7 rayonları saymaq, Zaqataladan belə, Gəncədən, Tərtərdən, digər rayonlardan gəlib burada bu təhsildə iştirak edib, təlimi öyrənərək nəqliyyat vasitələrinin idarə etməsi üçün təlim keçirlər. Cənubumuzdan, Astaradan, Lənkərandan, bütün bölgələrdən demək olar ki, burada bugünkü gün iştirak edən insanlar var. İnşallah uğurlar hamımıza. Taxografın təlimi bu sosial şəbəkələrdə, bu videorolikə baxan insanlar bilsinlər ki, mütəmadi bundan sonra həm taxograf, həm də sertifikat buraxılış kartının 3 illiyi bitib, növbəti 7 illiyi üçün həyata keçirilməsi davamlı olaraq o da keçiriləcək. İnşallah dövlətimiz tərəfindən təlim burada keçirilibsə, gələcəkdə dövlət imtahanının da şəraiti yaradacaq ki, bölgədə də, hələ ki o söz deyil, amma inşallah imtahan da bölgələrdə götürülməsi üçün şərait yaradacaq. Müəllim, çox xoş gəlibsiniz. Sağ olun, təşəkkür edirəm. Sağ olun. Burada görməkdən məmnunluq duyuruq. Təlimi həyata keçiriləcək qrupların yığılması İskəndər bizim Əkvan Transportun işçisidir. Təlim tədrisi keçən də Aynanın müəllimləridir. Yavaş, ya Allah'ım adı. Ya Allah, ya Allah. Yavaş, yavaş. Yavaş, yavaş. Yavaş. Allah. Yaxşı komedine gel. Ha, yaxşı oldu. Sana yakın. Soyayım mı? Abdullah müəllim, əvvəla mən sizə təşəkkür edirəm bu yaratdığımız şəraitə və təşkilatçılığa görə. Çox gözəl bir məkanda biz bu günləri təlimlərimizi başlayacağıq. Əlbəttə, mən sizin dediyiniz bütün fikirlər təsdiq edirəm və razılaşıram. Bu böyük bir, necə deyərlər, Yerüstü Nəqliyyat Agentliyinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bir uğurudur. Bölgələrdə bu dərslərin, təlimlərin təşkil olunması, eyni zamanda sürücülərin rahatlığının təmin olunması baxımından çox, necə deyərlər, bu yaxşı fikirdir. Və biz artıq 7-ci dəfədir ki, bu regionda təlimləri təşkil edib, sizin sayənizdə təlimlər keçiririk. Belə adam rayon cəmaətidir. Bunların gedib Bakıda 2 gün təlim keçməyinə imkanları yoxdur. Harada qalsınlar? Oteldə ehtiyac yoxdur. Ona görə hamısı soyublar. O Yerüstü Nəqliyyat Agentliyinə müraciət edirik biz buradan. Müraciət edirik. Həm bir Azərbaycan Respublikası vətəndaşı kimi, hər şey Bakıdan ibarət deyil. Bizdə də rayonlarda da var. Qeydiyyat imtahanımız da var, imtahan idarəmiz də var. Burada təlim də keçiririk.
O müəllim peşəsi ən gözəl bir peşədir, ən ağır peşədir. Ümumilli lider Ulu Öndərimiz Heydər Əlizaoğlu Əliyev bu sözü deyib və biz də müəllim sözünün qarşısında bu dəqiqə oturub dinləyirik sizi. Amma bizim üçün sertifikatı da bura versinlər. O buraxılış sertifikatın təlimi, nə bilim, dərsin, kursun da versinlər Cənub zonası. Burada Ərkivan Transda oturmuşu təlim keçir. Abdurrahman, sizə çox sağ ol deyirəm, təşəkkür edirəm. Yəni, belə o kişilər var, məndən yaşda böyük də var burada, kiçik də var burada. Yəni, biz gəlmişik burada dərs alırıq, müəllim qarşısında sakit oturmuşuq, dinləyirik. Müəllim də çox gözəl savadlı birinci maddələri, bəndləri və s. onları öyrədir. Dəlilin işi də öyrədir. Yəni, bizə buraxılış kartın, əvvəla bizim müraciət formamız var da, müraciət var, xahiş var və tələb var. Birinci müraciət edirik, ikinci xahiş edirik, siz də bir vətəndaş kimi tələb edirik. Bizim də Cənub zonamızın yetərin qədər sürücüləri var. Xahiş edirik, buraxılış sertifikatında bizim Cənub zonasında, lap elə burada keçək, imtahan almaq istəyirlər, qeydiyyat imtahan idarəmiz də var, orada da imtahan verə bilərik. Lənkəran Dövlət Universitetində də imtahan verə bilərik, yəni problem deyil. Əsas odur ki, Cənuba bizim gedib Bakıda 2 gün, 3 gün qalmaq imkanımız yoxdur. Biz nə qazanırıq ki, gedək orada otel tutayıq. Mən açıq deyirəm, səhv danışıramsa qardaşlar deyil. İmkanımız yoxdur. Xahiş edirik, tələb edirik, bir Azərbaycan Respublikasının vətəndaşı kimi, bir Azərbaycan övladları kimi, necə ki biz keçmişdə də, dünəndə də, bugündə də və gələcəkdə də bu ölkənin vətəndaşlarıyıq, bizdən sonra da övladlarımız da davam edəcək. Bizim Cənub zonasına buraxılış sertifikatını bizim Cənub zonasına gətirsinlər. Xahiş edirik sizdən.